Bu arada bir şey de diyeyim. Bu arada bir şey diyeyim. Vəlizar bir dəfə yayında zarafat etmişdi. Mən barədə. Necə deyim, belə yəni zarafatçıl güya bir söz demişdi. Mənim xətrimə dəymişdi o söz. Sonra mənə Vəlizarla Niko mənə burada direktdə yazdı ki, xətrinə dəymişəmsə üzr istəyirəm səndən. Üzr istəmişdi məndən. Mən də ondan aramdakı anlaşılmamazlığı aradan götürdüm. Yəni Niko pis adam deyil. Yəni mən heç kimi dinini, cinsini, nə bilim, yəni dini inancını heç bir zaman mən yəni bunları mən ayırt edəcək insan deyiləm. Bunu necə deyim, dəyər verən bir insan deyiləm. Üzr istəmişdi, üzr istəmişdi. Durub heç nəyə hələ tam belə şey eləməmişdi. Sadəcə müəyyən şeylər vardı, onlar demişdi. Üzr, ikisi də üzr istəmişdi. Bağlamışdıq söhbəti. Əsas mənim üçün insanlıqdır. İkisi də gözəl insandır, pis deyil. Əsas odur ki, səhvlərini başa düşmüşdülər. Valla ürəyimi rahatladan mövzular var. Ürəyimi rahatladan mövzular var. Qanunumuz var. Bir dənə ürəyimi o rahatladır mənim. Bu qanunlarımız olduğuna görə biz bu ölkədə rahat yaşayırıq. Valla. Bir dənə ürəyimi rahat eləyən mövzu odur. Sabah 7-də çıxır. Mən əslində tez asacaqdım yayını. Dərman atmışam, sakitləşdirici. Adı nə idi onun? Suyun içinə tökürsən, nə idi o? Karvalovdur, nədir o? Şey var ya belə. Zəhər nanəli də gəlir suyun içinə. Naynayçım. Niyə? Qurban olaram sənə. Atma, çox sağ ol. Yaxşı ki varsan. Baboş, necəsən? Babuli. Bəli, klip sabahdır. Saat 7-də. Baboş, Allah sənə şəfa versin. Allah sənin köməyin olsun. Xeyirli olsun. Çox sağ ol ay baboş. Qulluğundayam, bilirsən də həmişə.
Ne yazıb, niyə? İkinci klipində mən oynaya bilərəm. Şərəf verərsən də, yəni mənə. Sən mənim ailəmsən. Şərəf verərsən mənə. İnşallah ki, böyük məmnuniyyətlə, zövqlə. Toma ana, necəsiz? Niyə ilə bu günləri danışıram? İnşallah ki, gedəcəm onun yanına. Bax. Həmən də konuyu dəyişdirir. Bilir axı məni, tanıyır məni. Nə var, nə yox. Sənin Niyanın yazdıqlarını sabitləyin uşaqlar. Baboşa Allahdan şəfa diləyirəm. Allah darda olan, çətinlikdə olan, sağlamlığında problem olan bütün insanlara kömək olsun. Çünki xəstə olanda insanlar Allahdan başqa gedəcəyi heç bir şey yer yoxdur. Nə qədər, nə olsa da, nə qədər yenə də Allaha möhtac olur insan. Nənəyçim, başqa nə var, nə yox. Klipin həyəcanını yaşayıram. Saat 7-də. Burada mənim bir dənə hörmət etdiyim insan var. Allah ondan razı olsun. İlayda. İlayda da bu məsələ ilə bağlı onu narahat etdim. Allah onu var eləsin. İnşallah tezliklə Niyanın yanına gedəcəm uşaqlar biraz. Təşəkkür edirəm. Allah razı olsun səndən. Hasan abi, nasılsın? İyi misin? Yo, yuxum yoxdur, nə yuxusu ye. Prosto dərman atmışam deyə sakitəm. Həyatda ən yaxınınla da sözün çəp gələ bilər, düşmən belə ola bilərsən. Həqiqətən də Quran-ı Kərimdə də var. Peyğəmbərimiz də deyib ki, dost dediyin insanla bir gün düşmən olarsan, düşmən olduğun insanla bir gün dost olarsan. Amma önəmli olan necə olmağın.